Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə yayın 2 dadlı yeməyini paylaşıram. Biri salatdır, digəri isə hamının çox sevdiyi döşəmə plov. Salat sadəcə 3 ərzaqdan ibarət olsa da çox dadlıdır. Bizə lazımdır ağ kələm, toyuq filesi və konservləşdirilmiş qarğıdalı. Kələm nazik doğranır, duzlanır və tam suyu çıxana kimi saxlanır. Sonra suyunu sıxıb atırıq. Bir banka qarğıdalı və qaynadılmış toyuq filesi qatırıq. Bu salatı zeytun yağı ilə də hazırlaya bilərsiniz, amma əslində salata mayonez qatılır. 1 kiloqram kələm üçün 4-5 xörək qaşığı mayonez götürülür. Zövqə görə duz istiot vurub salatı qarışdırırıq. 1-2 saatlıq soyuducuya qoyub nuş edirik. Çox dadlı, möhtəşəm bir salatdır. Mütləq hazırlayın. Həm qonaqlıq, həm də bayram süfrəsi üçün gözəl bir seçimdir. Keçək döşəmə plovun hazırlanmasına. Bəzi xanımlar yazır ki, bizdə döşəmə plov yaxşı alınmır, ya düyüsü əzilir, ya da toyuq həddən artıq çox bişir, qaralır. Bəs nə edə bilərik? Yayda ən sevilən yemək olan döşəmə plovun toyuğunu əvvəlcə doğrayırıq, duz istiot, paprika, sarkök qatırıq, bitki yağı və mayonez qatıb, qarışdırıb soyuducuda 2-3 saat saxlayırıq. Bunu eləmək lazımdır ki, toyuq daha da dadlı olsun. Bu toyuğu mütləq qızartmaq lazımdır. Əvvəlcə 2-3 ədəd soğan yağda qızardılır, bunu bir kənara qoyuruq. Toyuğu döşəmə bişirəcəyimiz qazanın dibinə düzüb, bir üzünü qızardırıq. Əgər plovunuzun daha tez hazır olmasını istəyirsinizsə, toyuğu sobada ayrıca bişirib, plovun altına düzə bilərsiniz. Bu döşəmə plova zövqə görə qaynadılmış noxud və yaxud şabal da əlavə edə bilərsiniz. Toyuğun bir üzünü yaxşı qızartdıqdan sonra digər üzünə çevirmək lazımdır. Digər üzünü qızartmırıq. Elə çevirdikdən sonra hazır düyümüzü, qızartdığımız soğanı, əgər əlavə eləyəcəyiksə şabalıdır, turşunu əlavə eləyirik. Turşu bütün plovlara gözəl yaraşır. İstər toyuq əti olsun, istər mal əti, fərqi yoxdur. Bugün turşunu nar turşusu ilə əvəz eləyirəm. Nar şərab da əlavə eləyə bilərsiniz. Qızardılan soğanın üzərinə 2 xörək qaşığı nar turşusu əlavə eləyib, yaxşı qarışdırıram və qızartdığımız toyuğun üzərinə əlavə eləyib, düyünün süzülmə qaydasını yəqin ki, hamı bilir. Qaynadılmış suda limon turşusu, duz əlavə eləyib, yarı bişmiş hala kimi qaynadıb süzürük. Mən kişmiş qatıram düyüyə. Təbii ki, zövqə görədir, qatmaya da bilərsiniz, amma kişmişlə daha dadlı olur. Və qızartdığımız toyuğun üzərinə düyünü əlavə edib 30-35 dəqiqə dəmə qoymaq lazımdır. Döşəmə plov demək olar ki, assorti hesab olunan plovlardan biridir. Düyünün tərkibinə istədiyinizi qata bilərsiniz. Məsələn, qaynadılmış noxud, konservləşdirilmiş qarğıdalı, yəni fərqi yoxdur. Hətta xırda doğranmış kök belə qata bilərsiniz. Yayın ən dadlı yeməyidir. Artıq bizim plovumuz hazırdır. Yayın ən dadlı və tez hazırlanan bir yeməyidir. Bütün uşaqdan böyüyə hamının sevdiyi bir yeməkdir. Və siz yayda döşəmə plovu necə hazırlayırsınız? Bizə yazın. İnanıram ki, sizdə bizdən də dadlı alınır. Videonu bəyənməyi, kanalı izləməyi unutmayın. Bizə yazın. Bizi hansı bölgədən izləyirsiniz və sizdə plov necə hazırlanır? Bugünlük bu qədər. Videonu bəyənməyi, şərh yazmağı unutmayın. Sağ olun, sağlıqla qalın.